sidik daşı xəstəliyi Azərbaycanda daha çox müşahidə olunur və bunlara vaxtında aşkar olunanda, düzgün etiopatogenetik müalicə aparılanda bu daşlardan insan xilas ola bilər. Onun üçün bəzi müayinələr vacibidir. Bu müayinələrin içərisində uroloji ultrasəs müayinəsi, yaxud abdominal ultrasəs müayinəsi, sidiyin qanın ümumi analizi, qanda müxtəlif biokimyəvi analizlərin aparılması, bəzən sidiyin əkilməsi və bütün bu müayinələrdən sonra xəstəyə diaqnoz qoyulur. Daşlar kiçik olduqda daşın xüsusiyyəti nəzərə alınır, daşın tərkibi nəzərə alınır, yerləşdiyi yer nəzərə alınır və böyrəyin funksiyası öyrənilir. Bəzən böyük daşlar olanda və ləyəndə daş yerləşəndə, yaxud da sidik hissəsində yerləşəndə bunları cərrahi əməliyyat vasitəsilə götürmək məqsədə uyğundur. Və daşlar azad olunandan sonra orqanizmdə maddələr mübadiləsi düzəlir, nizamlanır, yoxlanılır və xəstədə müalicə aparılır. Müalicə aparılır ki, və bir il müddətində xəstə müşahidə altında olur və sonrakı illərdə də yenə yoxlanılır.